Ajdodlarining ruhidan ayrilib qolgan millatga boshqa millatlar o'z ajdodlarining ruhini o'gitdi. Fursatning kelishini kutmay o'zingiz yarating, chunki fursatni dushmaningizmi kutyapti. Düşmanının düşmanliginden özənginin içindən çıxan qərindişinin düşmanligi eşib düşüdü. Düşmanın düşmanligini aşkara qılıdı. Qərindişin yoşurun boludu. Bugün dostunğa yetken xəbər ətə düşmanınğa yetməy qalmaydı. Xoşamət, yalaqçılıq əvj alğan joyda haqiqiy sözünün ətvarı bolmaydı. Özəngnin kimligini unutub qalğan çağda başqalarının közü bilən özəngə qaraş. Şu vaxtıda sən özəngnin kimligini tanıysan. Faqat iki xil adam səmimi kelidi. Biri hayatda capa tartqan adam, yani birisi əmdili tili çıqqan səbi bala. Bu dünyada yolu barlarının, huquqi barlarının dünyası emas, xalqi üçün, milleti keləcək avladı üçün berilib, işləb, yenilik yartalaydıgan və məqsədiga yetəlaydıgan radilik, qaysarlik kişilərinin dünyası. Hazırki rəqabət zamanda yaşayman deydigensən, başqıla taş sanab bolğuca, qərindişim sən qum sanab boluşun kerek. Başqalarının özəngə oxşaş adam ikənligini unutub qalma. Şu başqalarımı şu vaxtıda seni adam qatardı körüp hörmət qılıdı. Başqalarının sözünü təhlil qılğıca yürükündən çıxan bir eğiz haq həm naq sözünü qılğın. Mən şununğa qayılı bolaman. Özünü küzütüb turuş danalıqqa, düşməni küzütüb turuş hoşyarlıqqa yetəkləydi. Ötken işlarga to'la qayg'urib, isit deguvchilarning ko'pi hozirmi nima qilishni bilmay qaymoqib yurayotganlardir. Qayg'u qilsang tugamaydi. Vaqt o'tib ketyotidi-ku. Odam tugaydi. İplas adamlarning o'ylaydigini, hili mikri toza odamlarning o'ylaydigini xalqining kelajagi, o'zining amatili ve perzentlerinin keləcək. Bedel töleməyən su istediki köpükə oxşaydı. Məğlubiyyət özəngni qaytıdın, yaradışındın yoki ün-tünsüz bu dünyadan gayib boluşundan dərək berdi. Quruq abroy, ataq qazanış, başqalarının başqalardan kiyim-keçəkni qarzga alğanga oxşaydı. Yeni toy qılğanda hayatının ləzzətini tetiysən. Öyünü ayırğanda turmuşunun açığını tetiysən. Senin başqalarını körsətkən qədrin qandaq adamligini belgiləşdir. Bildiğinin köp bolsa, kıldığın işin köp boludu. Seni micip yok kıldığın, sana en yakın bolgan yaki tesadüfi yakın bolup alganlarının koludan kildiğin işler. Kişinin sırtı kişiye ima bolsa, onun aldıda bir bolsa hıcalatçı, bir bolsa hıyanatçı sanılısın. Naqşı saz çaqçaqlar adamның köngülni, kitap, jurnal, gazetler kallısını oyğutudu. Oqutquchi jamiyatdagi obrazingizga diqqat qiling. Siz maktabda emas, balki xalqni tarbiyalaguchi. Millatni dunyoga ma'rif to'ntidi.
jaholat yo'qotadi. Qaysi millatda shaxsiyatchi maqtanchoqlar ko'p bo'lsa, u millatdan qahramon botirlar oz chiqadi. Men emas, biz deganlar ondan odamligingning nishoniga yetishgan bo'lsan. Hayotga boshqalar asligidek yaxshi ish qiladigan bo'lsak, bu dunyoda sen qolarsan, biz ketarmiz deb naqshi etib qayg'urib yurmagan bo'lardik. Haqiqatni bilib turib, shu haqiqatni yoqlamagan millatning ko'rdigini zulm ichinishlik bo'ladi.